Əzizlər, hər vaxtınız xeyir olsun. 13-12-ci ay 2025-ci il Masallı Abituriyent Mərkəzinin keçirdiyi mövzu sınağı üçün izahlarına baxacaq riyaziyyat fənni üzrə 10-cu siniflərin. Başlayaq suallarımızın izahına. Birinci sualda nə deyir? Qarşılıqlı bucaqların cəmi 100 dərəcə olarsa bucaqları tapın. Qarşılayla qarşılıqlı bucaqlar nədir? Bir-birinə bərabərdir, düzdürmü? Yəni bir-birinə bərabərdirsə və cəmi 100-dürsə, onda bu bucaqlarımız neçə olar? 50-50 olmuş olar da. Katetləri 9-12 olan üç bucağın daxilinə çəkimi çevirən radiusunu tapın. Demək düz bucaqlı üç bucaqdır. Katetlər neçədir? 9 və 12. Katetlər 9-12-dirsə, bir dəqiqə. 144, 81 neçə elədir? 2, 2. 2 nə idi? 5, 2, 2, 225. Onda hipotenuzu nəyə bərabərdir? 15-ə. Daxilinə çəkimi çevirən radiusu da katetlərin cəmindən çıxacaq nəyə? Hipotenuzu çıxıb bir də 2-yə bölmüş olacaq. Onda 9 plus 12 minus hipotenuzu nədir? 15 bölünsün 2. Demək 12-dən 15 çıxsaq mənfi 3, 6 bölü 2 nəyə bərabərdir? 3-ə. Daxilə çəkimi çevirən radiusu bərabərdir 3-ə. Rəngli hissələrin birləşməsindəki elementlərin sayını tapın. Necə? Olarsa rənglənmiş hissələrin birləşməsindəki elementlərin sayını tapın. Bu ikisinin birləşməsindəki elementlərin sayını tapacağım. Bu hissəmiz nə verir? A ilə B-nin kəsişməsi. A ilə B-nin kəsişməsi nə deməkdir? Yəni ikisində də ortaq olan. A-da var, 2 var. Sonra 6-sı var, 6-sı var. Demək burada 2 dənə element var. Sonra keçdik. Başqa yox idi ki. 1, 2, 4, 6 bunda. 2, 3, 5, 6, 8 də var üstündə yoxdur. İndi keçdik nəyə baxırıq? B ilə C-nin kəsişməsində ikisində də ortaq nə var? 3 var, 3 var. 5 var, 5 var. 7, 9 birində var, 6, 8 birində var. Başqa yoxdur. Elə bunda da neçə var? 2 dənə də bunda var. Ümumilikdə birləşməsi nə verir mənə? Birləşməsində elementlərin sayını tapın. 2 bunda, 2 bunda ümumilikdə neçədən oldu? 4 dənə. İfadəsini sadələşdirək. Standart şəkildə olmayan bir həldir. Gəlin onu standart şəklə gətirək. Nə edirik? Onluq kəsiri də göstərək, adi kəsir kimi. Demək, birinci bu hissələri nə edirik? Kəsir şəklində göstərsəm. Qələm düzəldim qoy. 48 vurulsun neçə? 8-də 3. Uşaqlar, A üstü mənfi 3-dür, A üstü müsbət 2. Əsaslar eyni olanda qüvvətlərimiz nə olurdu? Toplanırdı da, düzdürmü? Onda mənfi 3-dən 2-ni toplasam nə olacaq? A üstü mənfi 1. Eyni qaydada B üstü 2, B üstü mənfi 2 nə verəcək mənə? B üstü mənfi 2-ni. C üstü mənfi 1, C üstü 5 verəcək bizə C üstü 4-dür. İndi buranda ixtisarlarımızı aparaq görək nə qalır bizdə? 48-dən 8 getsə 6 qalır. 6 ilə 100 aparsam ixtisar 50, yuxarıda 3. 3 3-ə də vursam neçə edir? 9. 50-də 9, A üstü mənfi 1, B üstü mənfi 2, C üstü 4. 50-də 9, A üstü mənfi 1, B variantı. Keçdik. Bu sualda nə edirdik? Orta məxrəcə gətirirdik. B minus A bərabərdir. A minus B fərqi 8, sonra mənfi 8 bölünsün AB hasildə 16, mənfi 0.5. D variantı. Yəni ixtisar apardıq. 2-də 1, o da nə bərabərdir? 0.5-ə. Yenə də biz burada nə edəcəyik? Kök altında 54-ü göstərəcəyik. 9 vurulsun 6. 9-dan nə çıxır? 3 kök altında 6. 3 əgər kök 3 A-ya bərabərdirsə, onda A kvadratda 3-ə bərabər olmuş olacaq. 3-ün yerində yazacağıq A kvadrat. Kök 6 da nəyə bərabərdir? 6 B-yə. A kvadrat B. Bu variant. Bax, burada biz qruplaşdırmalarımızı aparsaq, onda çıxardarıq nəyi? X-in kvadratı qalacaq bizdə nə? X plus 2y plus xy çıxarsaq qalacaq x. Bax, buradan da xy çıxartdıq, qaldı bizdə nə? Daha doğrusu burada minusdur. X plus 2y. Məxrəcimizdə nə yaranır? Yenə də burada da qruplaşdırsam, x-in kvadratı çıxsa qalacaq x plus 2y plus xy çıxarsam qalacaq x plus 2y. Bunların hər ikisindən x plus 2y-ləri çıxardırıq qarşıya. Yerdə nə qalır? X kvadrat minus xy. Buradan da x-i çıxarsam yerdə nə qalacaq? X minus y. Eyni qaydada burada da x plus y-i çıxartdım. Qalacaq x kvadrat plus xy. Yəni onlarda da x olduğuna görə x-ləri çıxartdım. Qarşıya nə qaldı? X plus y. İxtisarlarımız x-lər gedir. X plus 2y-lər gedir. Yekunda nə qalır? X minus y bölü x plus y. X minus y, x plus y.
Dövrdür. Gəlin bunların açılışlarını yazaq. 0, A3. Təkrarlanan nədir? A3, A3. Bu şəkildə bu sonsuz təkrarlanır da. Eyni qaydada da 0-dan A dövrdə. B6, B6, B6. Bu da bu şəkildə gedir. Bir də baxırıq. A birinci duran ədəd. İkinci duran, yəni bir-birinə bərabərdir bu ifadə. Yəni eynilikdə. İkinci duran ədədimiz 3, ikinci duran ədəd B. Demək B nəyə bərabərmiş? 3-ə. Üçüncü duran ədəd A. Bunda üçüncü duran ədəd nədir? 6. A da nəyə bərabərmiş? 6-ya. A plus B cəmi, yəni 6 plus 3 nəyə bərabərdir? 9-a. D variantı. Diaqramda mürəkkəb ədədin sadə vurğuları və onların sayı verilmişdir. Sadə vurğu, yəni 3 üstü 2, 5 üstü neçə? 1. Natural bizdə nə isə bu ədədin natural bölənlərin sayını tapır. Natural bölən sayı nə edir? Qüvvətin üzərinə 1 gəlib hasil tapırdıq. 3 vur 2, 6. B variantı. BOY bucağını verib 40. Buranı verib bizə 40 dərəcə. DOY-ni verib neçə? 10 dərəcə. Buranı verib 10 dərəcə. Və mənə deyir ki, COY bu bucaq bərabərdir nəyə? BOY-yə. Yəni bu bucağa bərabərdir. Bucağa bərabərdirsə, onda 40 dərəcə olması üçün bura üçün neçə dərəcə düşəcək? Silimdən bunları. Bura üçün 30 düşmürmü? Yəni 40 dərəcəyə bərabər olması üçün. Bunu tapdıq. Və sonra nə verir bizə? Deyir ki, AOC, yəni bu bucaq bərabərdir COD, yəni bu bucağa bərabərdir. Bunu 30 vermişdir, onda burada 30 dərəcə olarmı? Məndən ümumilikdə AOB bucağını soruşur bütöv. Yəni 30 plus 30 plus 10 plus 40. 30, 30, 60, 100, 110 dərəcə. Y variantı. BC çevrənin diametri AM toxunan ACM 32 dərəcə olarsa, ACM bura 32 dərəcədirsə, söykəndiyi qövsümüz neçə dərəcə olar? 64 dərəcə və bunun da diametri olduğunu veribsə, diametr neyinir çevrəni? Yarı bölürmü? Ona görə 180-dən 64-ə çıxsam neçə dərəcə qalır? 116 dərəcə. Biz indi bu bucağı tapsaq, alfa bucağın. Alfa bucağını biz necə tapırdıq? Böyük qövsün dərəcə ölçüsündən kiçik qövsün dərəcə ölçüsünü çıxıb nəyə bölürdük? 2'ye bölmüş oluruq da, yəni ki, alfa bərabərdir 116 çıxılsın 64 bölünsün 2. Bizə nə verir bu? 116-dan 64'ü çıxsaq 52 dərəcə bölünsün 2. Bu da bizə verir neçə? 26 dərəcəni. Y variantı. Gəldi 42-ci suala. Dairəvi diaqrama görə A hissəsinin sahəsini tapın. Necə taparıq? Bax, birinci faizlərə baxaq. 35%, 15%, 20%. Görə bu C üçün neçə faiz qalır? Demək, 20, 50, 70. Bura təbii ki, 30% qalacaq da, düzdürmü? 30%. Demək, 30%-i 180 olan ədədi taparıq. Necə tapırdıq? 180-i vururdum 100-ə, bölürdü nəyə? Faiz göstərən ədədə. İxtisarımızı aparsaq 600. Demək, 600-ün də bizdə nəyi soruşur? A hissənin sahəsini tapın. A hissənin sahəsi də, yəni 600-ün nəyini tapacam? 20%-ni tapsam, neyini yərəm? 100-lə aparsam ixtisar 120-yə bərabər olmuş olar. D variantı. Və yaxud da ki, başqa cür necə tapardıq? Tənasüb qurmaqla. Yəni 30% əgər 180-dirsə, 20% nə qədər olar? X. Buradan da X-i tapsın, yenə də eyni cavaba gələcək. Nə verir bizə? İfadəsinin qiymətini tapın. Hesablayaq görək. Baxın, buradan birinci mən neyniyərəm? 97-nin kubunu çıxardaram, nə qalar? 97 plus 1 minus 98 qalsın yerində. Məxrəcimizdə də 97-nin kubu minus 1 qalsın. Bərabərdir. Demək, 97-nin kubunu çıxartdım. Nə qaldı? 97 plus 1. Aha. Şagirdlər, burada nə verir? 97-nin kubu vurulsun nə? 98 minus 98 və məxrəcdə də 97-nin kubu minus 1. İndi baxıram, sürətdən indi nəyi çıxardıram yenə qarşıya? 98-i çıxartsam, 97-nin kubu minus 1 qalırmı? 97-nin kubu minus 1 də məxrəcdə. Sürət məxrəci ixtisar getsə, yenə dikində nə qalmış olacaq? 98. Doğru cavabımız 98. B variantı. 44-cü sual. ABC üç bucağında bucaq A-nın bucaq B-yə bucaq C-yə nisbətin 4-dən 5-ə 6-ya verib B-də hündürlük olarsa bir üç bucaq çəkək. A,
B, C və BD-nin də hündürlük olduğunu verir bizə. Bucaq A-nı verir bizə 4 alfa, bucaq B-ni verir 5 alfa, bucaq C-ni də verir 6 alfa. Axı biz bilirik ki, üç bucağın daxil bucaqların cəmi neçə dərəcədir? 180 dərəcə. Onda alfa bunu tapsaq buradan 12 dərəcə tapmış olaraq. A bucağa biz nə demişdik? 4 alfa, yəni 48 dərəcə. Bir dənə qələm düzəldim. 48 dərəcə. B bucağımız neçə olacaq? 60 dərəcə. C bucağımız da neçə olacaq? 72 dərəcə. C bucağı 72, A bucağı 48. Məndən nəyi soruşur? CB, D bucağım, CB, D bucağım. Bizdən bu bucağı soruşur. Baxın, bu düz bucaqlı 3 bucaqda. İti bucağım 72 çizə. Digər iti bucağımızın 18 dərəcə qalırmı? Elə doğru cavabımız nə olacaq? 18. Neçənci sual idi? 44. Gəldik neçənci suala? 45-ci suala. 45-ci sualda AB'nin 12 olduğunu verib. Bura 12. BC'nin 5 olduğunu verib. Məndən nə soruşur? Çevrənin diametrini soruşur. Baxın, biz bunu birləşdirsək, elə bu bizim nəyimiz olacaq? Çevrəmizin diametri. Çünki bu 90 dərəcəyə görə daxilə çəkilmiş bucaqdır. Diametrə söykənən bucaqlarımız neçə dərəcə olur? Vətərlər arasındakı bucaq 90 dərəcə. Və burada nə yarandı bizdə? Düz bucaqlı 3 bucaq. Elə düz bucaqlı 3 bucaqda hipotenuz bizim nəyimizdir? Çevrəmizin diaqonalı 25 plus 144 bizdə nəyi verir? AC-nin kvadratı, yəni Pifaqor teoremə görə. AC kvadrat olsa bizdə 169, AC-dən də hər tərəfdən də kvadrat kök alsın nəyə bərabərdir? 13-ə. Diametri neçə oldu bizdə? 13. Gəldik 46-cı sual. 46-cı sualda surəti müxtəsərma düsturu eyni qaydada məxrəci də müxtəsərma düsturu ilə sadələşdirsək, biz belə bir ifadə almış olarıq. X plus Y bağla kvadrat, X minus Y bağla kvadrat və verilən ifadələri gətirib yazsaq yerinə nə qalır bizdə? 888 plus 444 888 minus 444 bağla kvadratları var. 888-dən 444-ə çıxsam qalır 444 kvadratı ümumi yazarıq da. Ya da yox, elə özündə yazım geçsin. Kvadrat. Uşaqlar, baxın buradan. Burada nə edirəm? Birinci hər tərəfdən 444-ü çıxardarıq. Nə qalır bizdə? 2 plus 1 bağla kvadrat. Və ümumi bu kvadrat hər ikisinə aid olduğuna görə nə edirik? Qüvvətin xassəsinə görə də A vurulsun B üstü N nə idi bizdə? A üstü N, B üstü N. Ona görə 444-lərin kvadratları gedər. Bizdə nə qalır yekində? 2 plus 1 bağla kvadrat. 3-ün kvadratı da neçə edir bizdə? 9. Doğru cavabımız olur 9. 47-ci sual. Px çox hədlisi Qx çox hədlisinə bərabərdirsə, yəni eynilikdir. Eynilikdirsə, x kubun əmsalı 3-dürsə, burada da x kubun əmsalı a-dır demək. A nəyə bərabərdir? 3-ə. X-in əmsalı -4b-dirsə, x-in əmsalı nədir? 8. Onda b-ni biz neçə tapırıq? -2. Sərbəst həddim 6-dırsa, sərbəst həddim c-də 6-dır. Məndən soruşur, a plus b plus c cəmini soruşur. A nədir? 3. B nədir? -2. Plus c nədir? 6. Yəni 3 minus 2 plus 6 7-yə bərabərdir. AMC görsün dərəcə ölçüsü 80 olarsa, bu 80 olarsa, bu daxili bucaq neçə dərəcə olacaq? 40 dərəcə. Çünki daxili bucaq söykəndiyi görsün nə idi? Yarısı. Gəldik 49-cu suala. 49-da nə deyir bizə? Ətraflı yazı tələb edən tapşırıqlar. Avtomobil 30 km/saat sürətlə müəyyən məsafəni 2 saata qət edib. Avtomobil həmin yolu 20 km/saat sürətlə neçə saata geriyə qayıdar? S bərabərdir V T düsturuna görə məsafəni tapsaq burada 30-u vuraram 2-yə. 60 olurmu? Və deyir ki, avtomobil həmin yolu, yəni bu 60 kilometri 20 km/saat sürətlə neçə saata geri qayıdar? Buradan biz T-ni tapsaq, S bölünsün V-yə görə deyərik ki, 60 bölünsün sürətim nə idi? 20 nəyə bərabərdir? 3-ə, 3 saata. Və yaxud da ki, yenə də tənasib qurmaq olar. Əgər 30 km/saat sürətlə 2 saata gedirsə, bəs yaxşı, 20 km/saat sürətlə nə qədər gedir? X-a. Şagirdlər, bir dənə burada diqqətli olacaqsınız, tənasübdə qarşı-qarşıya vuracaqsınız. Niyə? Sürəti daha çox olan daha tez çatar, sürəti az olan daha gec çatar. Ona görə tərs mütənasibdir. Tərs mütənasib kəmiyyətlərdə necə vurulurdu bir-birinə?
Qarşı-qarşıya. Belə. 50-ci tapşırıq. İşçi müəyyən müddətdə 200 detal hazırlamalı idi. Lakin işçi hər gün nəzərdə tutulandan 5 detal çox hazırlandığından detalların vaxtından 2 gün tez hazırladığı işçi detalları neçə günə hazırladı? Bunun sonu gəlin lövhəmizi açalım. Bu desin uzun gedəcək. Uşaqlar, işçi müəyyən müddətə 200 detal. Müəyyən müddətə deyirsə, məsəl üçün bilmirəm də x günə. X günə. Və hazırlamadı. Lakin işçi hər gün nəzərdə tutulandan və bunun bir gün ərzində də uşaqlar bir günə də tutaq ki, bu nə qədər detal hazırlayır? T qədər detal hazırlayır. Məsəl üçün mən bir günə 5 detal hazırlayıramsa, 2 günə 10 detal, 3 günə 15 detal hazırlamıramı? Yəni bir-birinə vururam da 2 üçün 15, 2 üçün 6, 5 üçün 15 bu şəkildə. Onda belə çıxır ki, ümumilikdə x vur t günə nə qədər detal hazırlamış olaram? 200 detal. O özü də bizdə deyir ki, burada 200 detal hazırlamalıdır. Aha, bunu bildik. İndi mənə deyir ki, işçi hər gün nəzərdə tutulandan 5 detal çox. Bir günə t detal hazırlayırdısa, nəzərdə t detal tutulmuşdu, amma 5 detal çox hazırlayırsa, onda belə çıxır ki, t plus 5. Və bu vaxtı 2 gün daha tez bitirib. Əvvəl x günə bitirməli idi. İndi isə 2 gün tez bitiribsə, onda neçə çıxır bizdə? X minus 2 çıxırmı? Və həmin o detal sayı eynidir. 200. Bərabərdir 200. İndi bu tənliyi vurub açıb sadələşdirsək. Xt minus 2t plus 5x minus 10. Bərabərdir nəyə? 200-ə. Şahidlər, xt-nin 200 olduğu nəzərdə burada yerinə nəzərə alsaq biz. Neyniyər buradan? İxtisarlarımız, islahlarımızı aparsaq buradan. Onda bizdə yekunda nə qalacaq? Qələmi düzəldim. Desin qələm itdi. Karandaşı tapamıram. Aha, tapdıq. Nə qalır bizdə? Gəlin 5-i qarşıda yazaq. Çünki müsbətdir. 5x minus 2 dənə t minus 10 bərabərdir 0-a. Uşaqlar, bu hissədən biz əvəzləmələrimizi aparsaq. T-ni taparıq nə? T bərabərdir 200 bölünsün x-a. Gətirib yerində yazsaq biz nə olacaq? 5x minus 2 vurulsun. T-nin yerinə nə yazacağım mən? 200 bölünsün x minus 10 bərabər 0-a. Hər həddi mən x-a vursam, məxrəzdən azad edilməyim üçün qalacaq 5x-in kvadratı minus x-a vursam, olacaq bizdə nə? 400 x-lar gedəcək, minus x-a vursam 10x bərabər 0-a. Burada da yer dəyişmə eləsək və hər tərəfə 5-ə ixtisar aparsaq, olar x-in kvadratı minus 5 yaparsam ixtisar 2x minus 80 bərabərdir 0. Hansı ədədlərdir ki, toplayanda 2 hasili mənfi 8 olan ədədlər? 10-la mənfi 8 toplasam 2 hasili mənfi 8. Bəli, biz nəyə götürəcəyik? Müsbət 10-u. Demək, x-imiz nəymiş? 10. 200-ü də 10-a bölsək, burada neçə çıxır? 20. Demək, x-i tapdıq neçə biz? 20. Uşaqlar, bu ilkin hazırlanan idi. Bizdə deyirdi, işçi müəyyən müddətə 20 detalı hazırlamalı idi. Bax, bir günə t detal hazırlayırdısa, bizdə t-ni necə tapdıq? 20 detal. Axı, o hər gün 5 detal daha çox hazırlayırdı. Onda belə çıxır ki, bir günə işçimiz 25 detal hazırlayır. Detal hazırlayırsa və neçə gün işi bitirmiş olar? 200 detal ümumilikdə deyildimi? 200-ü bölərik nəyə? 25-ə. 200 vurulsun 100 kimi yazarım. 2 vurulsun 100, 25. İxtisarımızı aparsaq 4 qalır. 4-ü də 8-ə vuraram. 2-yə vuraram 8. Ümumilikdə işçimiz neçə günə bitirmiş olacaq? 8 günə. Biraz uzun tapşırıq oldu. Yine keçdik növbətinə. Bir şagirdin informatika olimpiyadasında cavablandırdığı 5 sualdan ilk 4-ünə görə topladığı balların ədədi ortası 6, 5-inə görə topladığı balların ədədi ortası 7 olarsa, o 5-ci suala görə neçə bal toplamış oldu? Yenə də gəlin lövhəmizi təmizləyək. Bu ətraflı yazı tələb edənlər biraz uzun gedir. Olimpiyadada cavablandı 5 suala görə şagirdlər. Tutaq ki, A,
B, C, D, Y və F-i də yazaq, çünki deyir ki, 6 sual. İlk 5-inə görə cavablandırdığı, yəni A plus B plus C plus D plus Y. Bunun ədəd ortasını bizə neçə verir? Topladıq balların ədəd ortası 6 olarsa, yəni ədəd orta nə idi? Toplayıb sayına bölürəm. Bölərəm 5-ə. Onda bu cəm mənə nəyi verir? A, B, C, D və Y cəmi. 6-nı 5-ə vursam 30. Bunu bildik. Sonra deyir ki, 5-inə görə topladıq balların ədəd ortası. 5-inə görə topladıq balların ədəd ortası. Mən nəyi tapmışdım? 5 aylı informatika olimpiyadasında cavablandı. 5 sualdan ilk 4-ünə, ilk 4-ünə görə deyilmişəm. Mən 5-inə görə topladım. Bir dəqiqə düzəldim. Ümumilikdə 5 dənə sualım var. İlk 4-ünə görə dediyinə görə, ilk 4-ü budur. A-dır, B-dir, C-dir və D-dir. 4-ə böləcəm. Çünki ədəd ortası, 4 ədədin ədəd ortası nəyə bərabərdir? Sayına bölürük də. Deyir nəyə bərabərdir? Onların ədəd ortası 6. Onda belə çıxır ki, A plus B, C və D. 24. İndi deyir ki, 5-inə görə topladığı balların ədəd ortası isə 7 olarsa, yəni A, B, C, D və Y. Bu səfər isə 5-ə böləcəm. Burada deyir ki, ədəd ortası 7 olarsa, onda biz buradan tapıram A, B, C, D və Y-ni. 35. Mənə deyir ki, o 5-ci suala görə neçə bal almışdı? Bax, 5-ci sual. Bizdən bu sualı soruşur. Bunun balını soruşmuş olur. Onu da necə tapardıq? Bax, bu hissəni verib bizə verirmi? Neçə verir bizə? 24. 24 plus Y bərabərdir 35-ə. Yeni də buradan tapsaq 35 minus 24 bərabərdir nəyə? 11-ə. Doğru cavabımız olacaq neçə? 11. Keçdik 52-ci suala. Oğlun 12 yaşı var və onun yaşı atasının yaşının 8-də 3 hissəsinə bərabərdir. Ataya yaşına biz hər hansı bir x desək, oğlun yaşı da nə olur? Atanın yaşının 8-də 3 hissəsini, yəni 8-də 3 x və onun oğlunun da yaşını verir ki, 12. Buradan biz x-i tapsam, 8 vurulsun 12. 3 ilə aparsam ixtisar 4. 4 8-də neçə edir? 32. Demək, atanın neçə yaşı var imiş? 32 yaşı. Keçdik 53-cü suala. Duz miqdarı 28 olan və 80 litr duzlu suya müəyyən müddət qaynadıqdan sonra məhludakı duz miqdarı 7-də 2 oldu. Buna görə məhlulun neçə litr su buxarlandırılmışdır? Şagirdlər, biz birinci 80 litri nəyin taparam? 20%-ni taparıq. Görək neçə eləyir? 16. Demək, 80 litr məhlulun 16-sı duz imiş. Neçə imiş? Duz. Axı bizdə maddə məhlul düsturumuz var ki, maddə böl məhlul. Maddə neçədir? 16. Məhlul nə qədər buxarlanıb, indi bilmirik. Onu tapacaq. X bərabərdir və buxarlandıqdan sonra duzlu miqdarı nə qədər olub? 7-də 2. Buradan ixtisarlarımızı aparsaq biz. 7 ilə 16-nı aparsam 2-yə 8, 1. Yəni 8 bölünsün. X bərabərdir 7-də 1. Bunu da çarpaz vursaq. X bərabərdir neçə? 56 tapmış olacaq. Bizdə məhlul əvvəl nə qədər idi? 80 litr. İndi nə qədər olub? 56. Nə qədər azalıb? 24 litr. Neçə litr su buxarlanmışdır? 24 litr. Gəldik 54-cü suala. Azəri poliqrafiyada rəngli və ağ-qara çap olunan bir vərəqin çap qiyməti cədvəldə verilmişdir. 1-2000 vərəq arasında rəngli kağızlar 0.7 azın, ağ-qaralar isə 0.4 azındır. 2000-dən çox olan vərəqlər isə 0.5, rənglilər 0.5 manat, ağ-qara isə 0,32 manatdır. Nəzrin 4/1-i ağ-qara, qalanı rəngli olmaqla cəmi cümləsi 4800 vərəq çap etdi. Buna görə o cəmi neçə manat ödəməlidir? Baxın, birinci 4800-ün taparam 4/1-in. Neçə eləyir bizdə? 1200. 1200-ü ağ-qara deyilmi? Yazarıq bura ağ-qara. Qalanı rəngli olmaqla. Ümumilikdə 4800 isə onda 3600 rəngli olurmu? Aha. Buna görə o cəmi neçə manat ödəməlidir? Şagirdlər, baxıram ki, 1-2000 vərəq arasının qiyməti budur da, düzdürmü?
Onda baxıram ki, bu da 1200-dür. Ağ-qara. Ağ-qaranın qiyməti nə qədərdir? 0.4. Onda 1200-ü vuraram nəyə? 0.4-ə. Üzərinə gələrəm. 3600. 3600 hansı aralığa daxildir? Buradadır da, düzdürmü? Və bizdən nəyi soruşur? Rəngli. Rənglər də nədir? 0.5. Onda 3000. 600 də vurarıq nəyə? 0.5-ə. Bunu hesablayacaq, cavabımızı alacaq. 120 vurulsun 4 plus 360 vurulsun 5. 100, 480 plus 0, 0, 1800 bərabərdir. Nə verir mənə? 2280-i verərmi mənə? Demək, 2280, bəli. Bunu da biz 100-ə bölsək, bu bizdə qəpiklədir. İndi belə çıxır ki, 100-ə də böləndə neçə düşəcək? 22 tam %80. Nə qədər pul vermiş olur? 22 tam %80 manat. Keçdik növbəti suala və sonuncu sual. Aha. Gəlin burada bu xətti uzadağım. Biraz böyük bucaq alınsın da. Paralel xəttlər demişik ki, sonsuz uzatsaq belə eyni cavab alınır. Bura nədir? Uyğun bucaqlardır. Bura 140-dırsa, onda bura içində bizdə neçə qalır? 140. 140-ın qonşusu neçədir? 40 dərəcə. Biz də bilirdik ki, 3 bucaqda bir xarici bucaq özünə qonşu olmayan 2-dən nəyə bərabərdir? Daxili bucağın cəmini. Onda x nəyə bərabərdir? 60 ilə 40-ın cəmi. O da nəyə bərabərdir? 100 dərəcəyə. Bizdə oldu neçə? 100 dərəcə. Bitdi suallarımızın izahı. Görüm, qalmadı ki suallar. Hamısı izah olundu. Yaxşı şagirdlər, sağ olun.